Salam aleyküm, salam aleyküm. Yine hardayıq, Yol Kartadayıq. Bir xeyli yağış yağırdı. Yağdı, qəşəng yağdı, onun üçün çıxa bilmirdim indi artıq. Amma deyəsən yenə də yağacaq, meyb yox. Gedək də, gedək. Ceyramızı da götürək, gedək. Bugün qəşəng bir yerlərə gedəcəm. Şimdi bir yerə gedəcəm. Haydi, getdik. Gedəcəyim yerə buradan təxminən bir 40 kilometr falan var. Gediş, gəliş, oradan oraya. Yəni bu ilə də bir 100 kilometr falan sürəcəyik də. 100 kilometrə yaxın bir bugün motosiklet səyahətimiz var. Amma yağ arasında motosiklet sürməyə həqiqətən də zövq verici bir şeydir. Haydi, getdik. Amma təbii ki, bu yağış olmuyor da. Çünki yağış yağır, məcbursan dayanasan. Şimdi yağmura falan giyinip devam edebilirim ama niye özüme bu zulmü verim axı? Yağış geçsin devam edelim. Yağış da başlayır bir saat falan gelir, yani bir saat orada itirirsen de. Şimdi gidelim yemek yiyeceğiz. İki adım gedirsən yağış güclənir, iki adım gedirsən yağış güclənir. Bütün motivasiyam, bütün gəzmək həvəsimi məhv elədi də bu yağışda. Saat 11-də 12-də çıxmışdım, hələ 3 saat deyəcək, 3 saatlı yoldayım. Bütün adam ruhdan zaldı yağış. 2-3 kilometr gedirəm, gəlim belə bir daldalanacaq tapıram. Sakitləşirəm, biraz yağış gözləyib sakitləşib, sonra davam edirəm, sonra davam. Bəli, o boyda yol gəldim. Buradan dağı görmək üçün o boyda yol gəldim. Amma duman bütün dağın qabağını kəsibdir, bəli, çox əcdaha, çox möhtəşəm, inanılmaz, super. Neyse, işte, geri qayıda bilərik. Gəldik, heç nə görmədik və geri qayıdıq. İslanmağımız bonus oldu. Bu boyda yolu İslanmaq üçün gəlmişdik, işte. Qaydaq. Hər gün hər şey yaxşı olacaq deyə bir qayda yoxdur. Bəzi günlər bəzi şeylər pis də olsa olar. Çünki pis havalarda yaxşı havaların qədrini bilməlisən. Onun üçün də hər şey ideal olacaq, hər şey dörd dörtlük olacaq deyə bir qayda yoxdur. Bir gündə belə olsun, inik. Mənzərən yaxşı olur, amma yağış imkan. Aha, gün çıxdı. Mən qaydanda gün çıxdı. O boyda yol getdim. Orada aslında vulkanı görmüştüm. Orada bir vulkan var. Çok yanına yakınlaşma olmur. Yani uzaktan bakırsa. O vulkanı Borobudur məbədindən görmüştük. Size de göstermiştim. Durmadan qaynayan bir vulkandır. İstəyirdim o yaxında bir bazda gedim. O da yağışdan heç nə görünmürdü. Ətrafında dolaşdım elədim. Nasıl qayıdım geçdim. Ama qaydanda da mənzərəmiz güzel. Kamalı keçək. O qaydanda da mənzərəmiz pis deyildi o qədər də ya. Burada bomba bir dənə məbəd var ya. Ramayana məbədi. Ramayana məbədi. Orada bir dənə qəşəng bir dənə məbəd var. Bir dənə deyil, daha doğrusu bir neçədən. Oranca gedilər, onda. Oranca gedim mən. Siz orada bir yol tapıb getmək istəyirəm. Burası bağlıdır. Yəni orada bir yol tapa bilsəm, oraya girəcəm, tapılmışam işte. Qəşəng yerdir amma. Hə? Prambanan məbədi. Prambanan məbədi. Amma girişinə baxdım. Saat neçədir? Yarım saata bağlanır. Onun üçün də lazım deyil. Onsa girişi də çoxdur. Baxdım 50 manata yaxın girişi var. Uzaqdan gördük, bəsin yaxınına getməyə də ehtiyac deyil. Davam da olmuş. Düşündüm ki, yox, yəni
Yogyakarta biraz çok kalmadı aslında. 4-5 gün kaldım. Ama bir gün yağış yağır, bir gün kəsir, bir gün yağış yağır, bir gün kəsir. Yok ya, belə ürəyim açılmır. Onun üçün də şələşlərimi yığdım, indi gedirəm dəmir yol vağzalına. Qatar bileti baxacağım. Görüm neçə qatar var. İlk qatar adlayıb gedəcəm İndoneziyanın paytaxt, orasından danışarım. Tam da paytaxt yerəsində Jakarta'ya gedəcəm. Görək Jakarta hava necədir. Amma görüm ilk öncə bir qatar bilet tapmalıyım. Qatara binməliyəm ki, ora gedim. Onun içində yerəm, dəmir yol vağzalına. Buranın neçə gün var. 2 günə söktürür buranı. Şimdi buradan indi bileti hardan alaq? Bileti hardan alaq burada? Onu da alaq. Bileti hardan alaq? Hiç buradan alaq. Bileti hardan alaq ya buradan? Stasyon. Yogyakarta. Stasyonu tapdığı bileti hardan alaq? Onu tapdık. Tapacağım, onu tapacağım. Bagajımı daha da yüngülləşdirmək barəsində planları cızıram. Necə bagajımı çox daha yüngül edə bilərəm. Bagajı yüngülləmək əslində çox sadə bir şeydir. Yəni, nə var bagajı yüngülləmək? Sadəcə olaraq içindən nələri atmam. Hardan alıla bilir? Bilet hardan alım? Hi sir, where can I buy ticket to Jakarta? Ticket to Jakarta. Here? My friend. Okay, thank you. Kanan ya. Hello. I want to buy ticket to Jakarta. The location you can buy the ticket is not here. Where? It's Southgate. Southgate. How can I go to Southgate from here? You can out of station. You can go right and turn right and turn right again at Pasar Senen Street. Buradan değilmiş. Bir öbürsü kapıya gitmezsem. Öbürsü kapıya gitsem de növbəti qatar təxminən bir 40 dəqiqədən sonra çıxır. Düynüm çatladım orada. Aha, deyəsən buradır. Bilmiyorum buradır. Açıq açıq. Southgate'dəymiş. Deməli, cənub qapısına getmək lazımmış ki, Jakarta'ya bilet alabilirsin. Yoxsa deməli olacaqmı? 10 minutes again. 10 minutes. Yes, 10 minutes again. Okay, Təxminən. for today, Yes, the yes. 24th of January, in the 10:50 a.m. 10:50 a.m. And I have to Jakarta Pasar Senen in the afternoon, 6:33 p.m. Mirsadik. 6:33 p.m. Okay, 33. Mirsadik Akhali. Yes. 530,000 rupiah. Okay, I will pay by card. Okay. Okay. This is your name train, Bangunkarta train. Çok oldu. Bu kadar nazar etmem. This is your boarding pass. Okay. This is Mirsadik Agali for today, the 24th. Bangunkarta train, Yogyakarta to Pasar Senen. 10:50, please boarding now. This Okay. is your price, 530. Okay. Thank you, Thank boarding you. now. Thank you. Over there and tonight. Thank you. Yes. Thank you. Bileti aldım ama bileti belə aldım ki gec gəldiyim üçün bura gec gəldiyim üçün yəni bir elə deyim də izah edelim bir yerdən. Bura çox gec gəldim. Yəni çox gec gəldim bura və bura gec gəldim. Yatdım qaldım, bura gec gəldim. Dedim gedərəm. Qaldı. Sonra nədə onun adı? Bilet neymiş? Yatdım qaldım, dedim gedərəm, bilet tapacağım. Və çox pis bir şey oldu. Və gəldim, dedi ki, şeylər onlar nədir? Second class, o ikinci klasslar hamısı satılıb qutarıbdır, ancaq şeydir. Ancaq şey qalıbdır, VIP'lər qalıbdır. Ancaq VIP ala bilərsən.
Şimdi VIP aldım. Adisi 35 manat idi, VIP'i de 52 manat idi. O da bilmədim. Sorry, Jakarta train from here? Yes. From number 5. Number 5. Where? Gidiyor. Jakarta'ya gidiyor. Jakarta. Number 5. Ama yani nəzərimdə belə deyil. Yəni amma qəti şəkildə nəzərimdə belə deyil. Yəni tez gəlsəydim ikinci klasa bilet ala bilərdim, amma tez gəlmədiyim üçün, yatdığım üçün dedim biraz da yatım. Jakarta'ya biletlər gəldi, gördüm ki, bir dənəsi indiyədir, bir dənəsi də axşama, gecəyədir. Dedim, indi gedim mən. Gedir, qardaş dedi ki, sən bu cəmaata qoşulma, sən VIP'sən, sən buradan keç. Всё. O biletin pulunu mən çıxartdım ki, o sözü belə nə edirsən deyərdi. Gedin, kasıb yığını kasıb. Səfalət sizə nə vaxta qədər yaşayasınız. Biz VIP olduğumuz üçün biz buradan. O biletin pulunu çıxartdım mən. O biletin pulunu çıxartdım. O duyğu mənə yetərdi. O duyğu mənə yetərdi, yəni. Tam oradan keçib, müəllim siz buradan buyurun, siz kasıblara qoşulmayın dedi. Bu da bizim qatarımız. Uçku oladı, dəqiqə, uçkudur. Açıldı. Bu daha qəşəngmiş. Orasını düz görməmişdim, bu daha qəşəngmiş. Pəncərə kənarı. Bir xeyli qəşəng qatardı. Çox beğendim. Neyse, gedək. Belə. Artıq Jakarta'ya doğru yola çıxa bilərik. Gedək Jakarta'ya. Aha, qatar çıxdı. Aha. Gedirik. Bizim kasıblar da otura bildilər, kasıblar. Onların yəni narahat oldum. Kasıblar görsən otura bildik. Biz çünki burada VIP azıq özümüzük də, yəni öz uşaqlarımızdır, VIPçilər. Bu arada onu demədim, təxmini bir 7 saata yaxın bir müddətdir. 7 saatdan sonra çatacağıq Jakarta şəhərinə. Belə. Artıq tərpəndik, gedirik. Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, dağlarda qurdum deyə gəldim Jakarta'ya. Jakarta'dayıq. Jakarta aradı. Jakarta İndoneziyanın paytaxtıdır. Yogyakarta'dan gəldim Jakarta'ya. Jakarta necə bir yerdir? Jakarta təsəvvür edin ki, Azərbaycandan 130 dəfə balaca bir yer düşün. Azərbaycandan 130 dəfə balacadır. Yəni şəhərdir, təbii olaraq Azərbaycandan balacadır. Amma əhalisinin sayı Azərbaycanın əhalisinin sayından daha çoxdur. Düşünə bilirsiniz, 15 milyona yaxın əhali yaşayır Jakarta. 15 milyona yaxın əhali yaşayır Jakartada. 15 milyona yaxın. Amma ərazisi Azərbaycandan bir 130 dəfə kiçikdir. Nəinki Azərbaycanı, Jakarta Bakıdan ümumiyyətlə çox balacadır. Yəni Bakıdan təxminən 3 dəfə balaca bir şəhər Jakarta şəhəri, amma əhalisinin sayı 15 min. Onun üçün də şəhər çökür. Həqiqətən şəhər çökür. Hələm videoların irəliləyən dəqiqələrində bu barədə məlumat verəcəm. Ya bu videoda, ya bundan sonraki videolarda, amma danışarıq o barədə. Vaxtımız bol Jakarta'ya qədər. Həyat duruşu belə deyil. Hələ ki Jakarta'ya məlumat verəcəm. Bura bir düzəməli bir şərait qurma. Yer çox nə günür o? Buranı silin. Şimdi diyelim ki burada da Yogyakarta kimi yağışla qarşılamayacaq. Yağış yok idi solda. Yogyakarta kimi yağış olmayacağını deyirəm ki olmayacaq. Yok. Neyse, yağışsız
Gözəl bir gün deyirik, gedirik hostelimizə. Hardan gedək? Buradan gedək. Da hostelimiz hardadır? Hostelimiz hardadır? Belə gedir. Bura nədir? Ladies. Cinsiyyətçilik, ladies parking. Həyatımda ilk dəfədir belə bir şey görürəm. Yəni qadın parkingi deyilən bir şey görürəm həyatımda ilk dəfədir. Yəni bu nə cinsiyyətçilik? Belə Passarsen'in ağlarına düşdük. Yolumuza davam edirik. Burada satıcılar var. Düzdür, acından ölürəm amma bir çantam falan yer. Bunlar nə deyir? O nə pis var bu? $20 min, 2 manata kəmər olar ha. 2 manata kəmər. Ameliyatı da yerləşək deyək, çantam falan qoyum. Sonra davam edək. Səhv deyirəm, neyin səhv deyirsən? Ay, burada nə qədər satıcı var? Bir daha başa düşdüm ki, nəyə görə? Jakarta'ya. Jakarta ya, Jakarta. Jakarta'ya nəyə görə belə deyirmişlər? Çünki 15 milyon adam yaşayır ki, 15 milyonu adam əlinlə tərpənmək olmur. Yenə piyada gedəcəm qaldığım yerə, çünki 15 dəqiqəlik falan məsafədədir. Onun üçün də düşündüm ki, elə piyada gedim. İşte mənim birisi 15 dəqiqə. 15 dəqiqə deyirəm, bir gözümü açıram ki, 1 saat olub. Qoydum, nə varsan? 15 dəqiqə deyirəm, bir gözümü açıram ki, 1 saat olubdur. Amma yox, bu səfər də oradan 15. 15 də olmasa 20 dəqiqəyə çatacağım. Burada da Hindistandakı kimidir, yoxsa yola tullanırıq, yol verirsiniz. Burada qırmızıda dayanırlar. Yox, Hindistanda da qırmızıda dayanırlar. Yox, Hindistanda falan problem şey deyildi. Yəni insanların, daha doğrusu maşınların qırmızıda dayanmağı məsələsi deyildi. Maşınlar təbii ki, qırmızıda dayanır orada. Sadəcə olaraq piyadalar yəni o qırmızı işığı gözləmirlər. Piyadalar necə gəldi, basıb keçirlər. Qırmızı işığı olanda yaxşı fərqi yox da piyada üçün. Yəni basıb keçirlər, onun üçün yəni maşınlar artıq piyadalara yol verməməyə başlayır. Yəni orada bir xaos yaranır. Yəni piyada gözləmir də öz işığı yaşıl olacaq, qırmızı olacaq falan basıb keçir. Onun üçün də maşınlar da belə hara falan aləmlər bir-birini orada. Amma yəni maşınlar normalde orada qırmızıda dayanır təbii ki. Yəni o qədər də yox da. Hara gedirəm bilmirəm amma gedirəm. Ay, bu nədir? Elizabeth zolağı var. Elizabeth zolağı var. Jakarta'da belə Elizabeth zolağı var. Jakarta'da Elizabeth zolağı var. Jakarta'da. Düşünün. Amma yəni bir qəşəng bir baş ağrısı gəldi Jakarta'ya düşən kimi. Çünki uzun müddətdir, çox uzun müddətdir ki, yəni bir neçə aydır ki, bu cür böyük şəhərlərdə olmuram. Yəni böyük şəhər maksimum hara olmuyor. Yəni Bali Denpasar olmuşdu. Denpasarda bu qədər sıx deyildi axı. Lan havası konkret olan başına ağrıdı. Elizabeth zolağın çəkibləri formal xərbi var. Maşınlar çağırır Elizabeth zolağında. Nə cəriməli nəsə adamlardılar. Həqiqətən yəni sevmirəm. Yəni bir zolaq varsa, məsələn, bunun adını qoyublar da Velosiped zolağı. Bu Velosiped zolağı, Velosiped zolağı deyil əslində. Bu Azərbaycanda da bu bəzən səhv anlaşılır. Bu Velosiped zolağı deyil, bu mikromobillik zolağıdır. Yəni bu zolaqdan təkcə Velosiped yox, skuterlar falan, beşməkan, yəni kiçik həcmli motosikletlər falan da istifadə edə bilər. Ki, yəni maşınların arası ilə part-part sürüb getməsinlər. Yəni özlərinin ayrıca bir zolağı olsun, daha səliqəli bir görüntü ortaya çıxsın. O, yəni bu. Deməli, yəni Velosiped zolağına çəkməklə iş bitmir də. Yəni konkret qadağalar da qoymalısan ki, o Velosiped zolağı bir işə yarasın. Yoxsa burada kim olacaq? Yəni Velosiped zolağı, yəni bu zolağı yəni şey eləmək
Yəni bu zolağı çəkməklə iş bitmir. Bu zolağa gərək bir necəsə bir şey idarədə qoyasan ki, necəsə idarə eləyəsən ki, bu zolağı ki, bu işə yarasın, yoxsa çətin. Aylar sonra hündür mərtəbəli bina görürəm. Mən da görmürdüm. Hündür mərtəbə. Amma yəni, heç də darıxmamışam bu hündür mərtəbəli binalar üçün. Heç. O kiçik şəhərlər daha çox xoşuma gəlir. Ay, nə qədər motosiklet. Ay, nə qədər şey var burada. Motosiklet taksilər var. Ay, irəlidəkilər var. Hamısı motosiklet taksi idi. Onlar hamısı qrəb idi onların. Oha. Hem də yaxın gələcəkdə, yəni qaçınılmaz bir şeydir ki, yaxın gələcəkdə artıq dünyanın bütün böyük şəhərlərində və ya kiçik şəhərlərində də hamı motosiklet keçəcək həqiqətən, yəni. Çünki artıq yeni nəsil motosikleti sevməyə başlayır. Sevir, yəni köhnə nəsil sevmirdi. Yeni nəsil sevir artıq. Bu bir. İkincisi də ki, artıq o tıxaclarda qalmaqdan daha çox mənzil başına tez çatmaq daha üstünlük təşkil edir. Yəni, tamam, okey, maşınla gedəndə daha rahat olursan, daha komfortlu olursan falan beş mükəm. Amma zaman o komfortdan daha irəlidə gələcək deyə düşünürəm yaxında. Yəni, insanların vaxtı o komfortdan daha üstün olacaq. Onun üçün hamı motosikleti keçəcək. Ən azından mən elə düşünürüm. 20 ildən sonra bu video qabağımıza çıxsa, deyərsiniz ki, demişdi, o demişdi, inanmadım. Burada qalacağım yer, amma bura necə girirlər? Hə, buradan. Baxdım. Buradan girirlər. Pompa hostel burada. Düzəlmiş. Düzəlmiş. Pompa hostel this way. Listen, yellow box. Shoes in the yellow box. Deyir ki, ayaqqabılarınızı bura sarı qutuya qoyun deyir. Qoyaq da bunu, qoyaq, nə olacaq ki? Ölümlü ölç, qoyaq. Qoyağı qoymağın, amma nə bilim indi hansı bu, hə bura boşdur. 17. Getdik. Checking. Hello. Hello. I have a reservation. Welcome. Thank you. Do you need passport? Yes, sure. May I know your name? Agali. Can check for me. Günü buranın təxmini belə deyim, 8 manata falan. 8 manat falan deyir. 7-8 manat belə. Özü var. Belə eləməli deyil, çox eləməlidir. Mən bura rezerv eləyəndə orada çox göstərirdi. Neçədir bu? 340 neçədir bu? 300 neçə? Bax. 340 ha. 340. Harada 340? 340 350 deyil. 340 da o buradır. Girdik. Açıq. Açılmır. Açıldı. Hi, sorry, I forget to use the card. Okay. Aktifləşdirməyibdi. Yeah. Okay. Bu şeydir, bu şeydir, aktifləşdirməyibdi. Gətirib burada. Oyun oynuyorsunuz. Ben diyorum, bunu açmıyor. Neyse. Aktifləşdirməyib bu kart. Bu da cəmaatı böyle qanın içirsiniz. Neyse, gəldik. Bura nədir? Tuvalet. Hamam tuvaleti. Buranı göstərir. Neyse.
Bir. Ay Allah. Thank you. Açıldı. He. Sağ ol. Burada kaldı. Hele. İşte üçün buralardayım. İşte devam ederiz. Hadi. Sıstım o sırayla biraz yemek yememlik gəzim edeyim. Ay ne kadar burada taksi var ha. Ümumiyyətlə ne kadar maçka, ne kadar taksi şoförü var burada. İnanılmaz çok daha yani. Sayı hesabı yoktur da düşünün. Böyle şeylere göre elə Jakarta'nın paytaxtı köçürdürlər. Yəni çoxdur, dəhşət çoxdur yəni. Adam çoxdur, taksi çoxdur, satıcı çoxdur. Ümumiyyətlə də yəni hər şey çoxdur burada. Hər şey. Öncelikle ne var buralarda? Böyle diyesem buranın neydi? Vağzal, ne vağzaldı bura? Vağzaldı neyse vağzaldı ama ben buraya gelmek istemirdim. Bak niye buraya geldim ki? Niye ki buraya geldim ya? Ümumiyyətlə hara gedirəm onu da bilmirəm. Belə yalandan başımı salmışam aşağı gedirəm. Biraz zor gəzmək istəyirəm buralarda. Jakarta. Ay bak burada dəhşət çox taksi var. Ne kadar hamısı Bluebird. Ne kadar taksi var burada. Qaranlıqda görünür bilmem bura bunların Jakarta'nın en büyük, en mərkəzi parkıdır. Şimdi parkda. Formada bir park. Biraz buralarda gəzişim eləyim. Sabah videoya kaldığımız yerden devam edeceğiz. Sabahınız xeyir bir daha. Yine başıma bazı şeyler demeye belə deyim. Getdim otelə. Dünən çıxdım şəhəri gəzməyə. O videonun sonuncu qaldığı yerdə təxminən bir 5-10 dəqiqə sonra dedim bir dəqiqə mən pravam hanı. Çünki bugün motosiklet icarəyə götürmək istəyirdim. Dedim mən pravam hanı. Əlimi atdım cibimə yoxdur. Tez qayıtdım gəldim qaldığım yerə. Sumkanı falan hər yeri eşələdim elədim. Yoxdur. Prava da yoxdur, şəxsiyyət vəsiqəsi yoxdur. Əcdaha. Belə. Bitirdim, haradasa yəqin ki düşüb eləyibdir, çünki arxa cibimə qoymuşdum. Yəqin ki haradasa düşüb eləyibdir, çünki nədə acıq verirsiniz mənə. Əşi mən də getirib sürəcəm. Neçə aydır burada məndən sürücülük vəsiqəsi soruşmayıblar. Bundan sonra soruşsalar, yəni və heç nə də ona da katlanırız. Allah ya, ay yaşlı yan. Belə, sürücülük vəsiqəm getdi. Yolunla gel. Ay buradan necə sürdün sən onu? Sürücülük vəsiqəsi getdi. Şəxsiyyət vəsiqəsi getdi. Şəxsiyyət vəsiqəsi çox da vacib deyil. Şəxsiyyət vəsiqəsi mən şey üçün vacib idi burada. Hardansa motosiklet icarəyə götürəndə şəxsiyyət vəsiqəsini zalog qoyurdum. Yəni bir də pasportsuz zalog qoymağa, pul zalog qoymağa ehtiyac olmurdu. Şəxsiyyət vəsiqəsi burada o qədər də önəmli deyil, amma sürücülük vəsiqəsi önəmli idi. Düşünürəm ki qatarda o düşdü. Çünki uzanmışdım qatarda. Uzananda yəqin ki cibimdən düşübdü. Elə ehtimal edir. Olsun neydi ki. Canımız sağ olsun. Həyat dediyim kimi hər zaman hoş şeyler göstermeyin insana. Bəzən belə negatif şeyler göstərir. Olsun, canımız sağ olsun. Həyatda olduğumuz müddətcə pis və yaxud da yaxşı şeylərin hamısı bir xatirədir. Ama olmasaydı daha yaxşı olardı.
Neyse, gedək gəzək. Gedək gəzək deyəndə ki, mən acam, qardaş. Nəsə yeyim də. Yox. Çədi. Günortadır saat. Gedirəm qatar stansiyasına. Çünki onu ola bilsin, yəni mən qatarda düşürmüşəm. Və yaxud da qatar oradan ya da çiçək eləyəndə mən nədə onadı, o bileti alanda arxa cibimdən kart çıxardanda bəlkə düşübdü, eləyibdi, bilmirəm, amma deyirəm qatar stansiyasına nə olar. Ürəyimdə qalmasın da, birdən gəlmədim, eləmədim. Dedim qatar görək nə olsun. Yəni gəldim, amma qəti şəkildə bir ümidim yoxdur buradan nəsə çıxacağını, amma olsun da yəni içimdə o şey qalmasın ki, gərək gedərdim falan deməyim. Görək nə olur. Çünki yəni ağlıma bir dənə bu qatar gəldi. Yəni başqa heç bir şey gəlmir. Yəni harda o gedə bilər deyə bir şey fikirləşə bilmirəm. Çünki bundan əvvəl qaldığım hostelə yazdım, dedim ki, bəlkə sizdə itibdir. Onlar dedilər ki, baxdılar hər yer, dedilər ki, yox, burada yoxdur. Motosikletin falan da içində yoxdur. Bir dənə bu ehtimal qaldı. Gəldim indi görüm də. Burada mənə kimsə kömək edəcək. Amma yəni dediyim kimi qəti şəkildə bir ümidim falan yoxdur. Çünki 3-4 gündən sonra mən buradan gedəcəm. Buradan gedəndən sonra ümumiyyətlə bütün ümidlər itəcək ki, yəni hardan tapacam mən burada. Hamısı yəni sonuncu şans olaraq buraya. Yəni heç bir şəkildə ümidim yoxdur ha. Yəni gəldim də görək nə olur. Adamlar mənim şəxsiyyət vəsiqəmi də, sürücülük vəsiqəmi də tapdılar. Sağ olsun. Thank you guys. Thank you. Thank you. What? Okay. Thank you, sir. Thank you. Can I take you? Okay. Oh yes. Oh my God. Siapa? Oh, no, just wait. Okay, thank you. Thank you, sir. Yes, Thank you. One. Thank you for. Oh my God. Gəlməyəcəkdim buraya. Bura gəlməyəcəkdim. Dedim əşi yox, hədə kimdə onu tapan falan 5 məkan. Adamlar tapdılar, verdilər sözlük vəsiqəmdə. Şəxsiyyət vəsiqəmdə. Gəlməyəcəkdim buraya. Özümüm gəlmirdim buraya. Dedim əşi yox, kimdə onu tapan eləyən. Tapdılar. Sağ olsun. İnanılmaz. Yəni qəti şəkildə ümidim yox idi, qəti şəkildə. Tapdılar adamlar. Sağ olsun. Bu iki zəncavər, bu igid. Sağ olsun bunlara. İnanılmaz bir şey oldu. İnanılmaz. Yəni adamlar gəldilər mənim, getdilər məni sürücülük vəsiqəmdə tapdılar. Nədə onun adı? Şəxsiyyət vəsiqəmdə tapdılar, verdilər. Mən deyirdim, mən 100% onu qatarda düşürmüşdüm mən. Yəni çünki mənim onu düşürə biləcəyim başqa bir yer yox idi. Mən onu qatarda düşürmüşdüm, əmin idim. Yəni o qədər əmin idim ki, mən onu qatarda düşürdüm. Qatarda uzandım mən və uzananda da şey oldu, onun adı nədir? O 100% cibimdən düşdü. Onu bilirdim yəni, milyon faiz. Adamlar tapdılar, verdilər mənə. Şəxsiyyət vəsiqəmdə, sürücülük vəsiqəmdə. Sağ olsun. Hə, oranın mühiti falan çox çəkmirdim, amma belə bir şey deyim, yəni həqiqətən gördüyüm ölkələr içərisində bəlkə də tək-tük şeylərdən idi. Oğurluqla bağlı kim gəlirsə, məsəl üçün gəlirdik ki, məsələn mənim nəyimsə oğurluyubdular da, o dəqiqə gəlirlər, şey deyirlər, gedilər, o nədə onadı, monitordan baxırlar, kim oğurluyubdu, filan saatda, filan şeydən açırlar, baxırlar, polis gəlir, dərhal şey eləyir, filan. Ha, necə sevindim ha. Oy. Çox sevindim Oyda, necə sevindim ha. Özümü çox dəhşət çox sevindim. Dəhşət. Hey. Ha? Mana? Nama? Sadik. Oh, Sidik ya. Sadik. Your nama? Tu nama? Nama saya Fernandes. Fernandes. Yeah. Nice to meet you, Fernandes. Yeah, okay. Allah hamımızın balası sağlasın. Hello. No. I don't have money. Oyda necə sevindim ha. Nə xoşuma gəldi. Adamlar, mən indi öz başıma gəlməsə də Avropada çox görmüşdüm bunu. Cənubi Amerikada daha da çox görmüşdüm bunu. Kiminsə nəyisə itəndə, kiminsə nəyisə oğurlananda falan polisə gedirsən, polis səni lağa qoyur. Yəni amma həqiqətən lağa qoyur. Yəni deyir, yəni
itirməzdim. Mən necəmsən ki sən? Yəni bu tərzdə sən lağa qoy. Adamlar tam bir ciddi şəkildə, yəni tamamilə ciddi şəkildə adamlar yəni heç bir şey eləmədən, sənə bir kinayə ilə yanaşmadan, sən birinci bir xanıma yaxınlaşdım. Xanıma dedim ki, bəs burada lost and found, yəni itirilmiş və tapılmış əşyalar hardadır? Dedi, nə evi seyitib? Dedim, bəli, şəxsiyyət vəsiqəm, sürücü vəsiqəm. Dedim, məni izləyim, mən sizə kömək eləyəcəm. Apardı məni başqa bir polisin yanına. O polislə danışdı elədi. O polis dedi ki, sən gəl məndən. Apardı gizli bölmə, oradan ora, oradan ora. Nə də maskət var burada. Mən də qoşulacam sizə, artıq mənim də vəsiqəm var, hə. Neysə, o onu apardı. O onu apardı, bu bunu apardı filan. Aslında bura gələcəkdim mən polisə gələcəkdim əslində, nəyə görə? Polisə gəlib mən polisdən bir kağız alacaqdım ki, həqiqətən də mən bu şəxsiyyət vəsiqəm və sürücü vəsiqəmi itirmişəm, yəni İndoneziyada itirmişəm. Təzində polisdən bir kağız almaq istedim. Neysə, etiraz olmadı. Deməli, o xanım apardı başqa bir polisin yanına. O polis apardı məni başqa bir yerə. Orada yəni monitorlar, filanlar, beşməkanlar. Və harada itibdi, burada itibdi. Saat neçədə minmişsən o qatara, filan saat. Hansı qatar idi? Filan qatar idi. Əslində qatarın adını da bilmirdim. Yəni sadəcə olaraq dedim ki, bilmirəm qatarın adı nə idi. Konduktorun adını bilirəm. Konduktorun adını təsadüfən videoya çəkmişdim. Yəni bilmirəm niyə çəkmişdim o konduktorun adını, yəni amma çəkmişdim. Telefonumda o konduktorun adı var idi. Dedim, konduktorun adı buydu, yəni o qatardakı. Baxdılar adına falan, dedim, falan qatardı. Tam bir ciddi şəkildə otur burada gözlə, biz sənə məlumat verəcəyik. Gözlədim orada falan beşməkan. Üstündən biraz keçdi, başqa bir otağa çağırdılar ki, bura. Getdim. Orada itirilmiş əşyalara baxırdı, yəni şəxsiyyət vəsiqələri falan beşməkan var idi. Orada şəxsiyyət vəsiqələrini ayrıca bir yerə qoymuşdular. Ona baxırdı. Dedim, onlar mən də baxım. Çünki yəni ola bilər də sizin gözünüzdən yanılsın, amma mən artıq rəngindən falan görən kimi tanıyacağım da. Bu da gəl bax da. Böyle bu çevirir. Çevirdiklərinin arasında yəni gördüm ki bu neyse bu tak çevirir. O bilmir də. Yəni mənim adım belədir. O adıma baxır. Tak belə çevirir. Mən rəngindən artıq bilirsən axı. Dedim gözü diyor arkadaşıdır. Götürdüm onu. Dedim mən sizi verənə şükür. Sizi verənə şükür. Yəni, böyük bir yükdən qurtardılar da mən. Çox böyük bir yükdən qurtardılar ha. Çünki mən qayıtmalıydım Azərbaycana. Yeni sürücülük vəsiqəsi çıxartmalıydım. Yəni hello. Mən çünki yəni ya qaçaq şəkildə burada motosiklet sürməliydim. Yəni qeyri-qanuni də. Ya da ki qayıtmalıydım Azərbaycana. Yeni sürücülük vəsiqəsi çıxartmalıydım. Yaxşı oldu, çox yaxşı oldu. Böyle bir maraqlı bir gün oldu. Amma çox sevinirəm ki, həqiqətən tapdım. Ki, itirsəydim heç də yaxşı olmayacaqdı, düzdür. Yəni, yine pozitivliyimi qoruyurdum, amma itirsəydim heç də yaxşı olmayacaqdı. Çünki yəni, yaxşı olmayacaqdı belə ki, yəni, motosiklet sürə bilməyəcəkdim artıq buralarda. Sürsəydim də, yəni, qeyri-qanuni şəkildə sürəcəkdim və o da heç istəmədiyim bir şeydir. Motosikletle sürmədən buralarda gəzmək demək olar ki, mümkün deyil. Yəni, məcbur olub qayıdacaqdım Bakıya ki, sənədlərimi bərpa edeyim, sonra təzədən bir də gəlim. O da olduqca böyük xərc tələb edir. Belə, yaxşı qutardı. Çox piyada keçidi yoxdur, axı deyir. Neyse, bu videonu da elə pozitiv notlarla birlikdə yekunlaşdıraq. Ən salamatdır. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək üzrə. Sağ olun.